Salam, hər vaxtınız xeyir olsun dostlar. Bu günlərim quzunun iç biyindən, quzunun iç alatının bastırmasını elədim. Çox dadlıdır. Siz də eləyə bilərsiniz. Eləyin və dadını görün. Ciyərin içinə qarışıq ciyər, böyrək, ürək, quzunun demək olar iç alatıdır. Hamısını birlikdə xırda-xırda doğradım. Xırda-xırda soğan doğradım. Duzunu, istiyotunu bolluca vurdum. Sonra da onu iç biyinə doldurdum. Xurcun kimi demək olar buxça elədim də, bükələdim. Bükələyəndən sonra göründüyü kimi, videodakı göründüyü kimi eləyirsən, açılan yerlərinə də diş çöpü ilə batırdım ki, açılmasın. Sonra tuxopkada onu qıpqırmızı qızartdım. Qızarandan sonra onu 4 yerə bölürsən, üzündən bir damcı belə açırsan ki, ciyərlər də qızarsın. Super bir dadı var. Həqiqətən siz də eləyin və dadını görün. Çox ləzzətlidir.